Xəzər sularının Sumqayıtdan uzaqlaşdığı bir vaxtda adamı Sumqayıt bulvarına bağlayan gizli bir gözəllik var. Şəhərin səs-küyündən uzaq olan bu yaşıl ada o qədər sakit və hüzur vericidir ki, adam özünü həqiqətən adada hiss eləyir. Məni burada ilk təəccübləndirən menyudakı bəzi qiymətlər oldu. Bu boyda sacı Sumqayıtda, bulvarda 18 manata verirlər. Amma Bakıda Allah bilir neçəyədir. Saç bir yana, bura daha çox çıtır mantı və balıq əkməyi ilə məşhurdur. Çıtır mantıya görə burada növbə olub. Sumqayıtda çox yerdə verilmir. İçi ədviyyatlıdır, qızardılmış düşbərəni xatırladır. Amma dad olaraq ondan fərqlənir. Bir kasası 7 manatdır. Bu da bunların balıq əkməyi. Əslində əkməkdən çox lavaşa oxşuyur. Elə bil balığın dönərdir və ya şaurmasıdır. Balıq əkmək pis deyildi. Qiyməti 6 manatdır. Bir də burada çölmə deyilən bir yeməyin dadına baxdıq. Dediklərinə görə Sumqayıtda çox yerdə verilmir. Bu, üzəri ləvəngi qarışığı ilə örtülmüş toyuq ətidir. Çox yağlıdır, amma dadı əla idi. Bir porsiyası 19 manatdır. Terrasda və ya söhbətgahda oturub samavar çayından içərək dincəlmək həqiqətən ürəyimizcə oldu. Bu videonu Sumqayıt sakinlərinə göndərin, bu qəşəng yaşıl adanı kəşf etsinlər. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.